Haber verdiğimiz gibi Bakıda ve Abşeron Yarımadası'nda Aprel'in 4'ü səhərdən 6'sı gündüze kadar hava ara bir yağıntılı olacak. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yarımadanın bəzi yerlərində yağış intensivləşəcək, 4'ünde gün ərzində qısa müddətə güclü olacaq, şimşək çaxacaq. Gözlənilən intensiv və ara bir güclənən yağışların şəhər ətrafı su basmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında Aprelin 4'ü səhər, qərb rayonlarından başlayaraq 7'si səhərə qədər havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı şərq rayonlarında isə çox güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı, dağ çaylarının, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısa müddətli daşqın və sel keçəcəyi, bəzi yerlərdə su basmaya səbəb olacağı istisna olunmur. Aprelin 4-7'sinde gözlənilən yağıntılı hava şəraitindən sonra 7'si gündüz və 8'inde yağıntıda qısa fasilə olsa da 9'u gündüzdən yenidən yağıntılar başlayacaq. Qeyd edək ki, aprel ayının 1-ci 10 günlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən fasilələrlə yağıntılı keçəcək. Nazirlik qeyri-sabit havada əhalini son dərəcə ehtiyatlı olmağa çağırır.